Son günlər Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı müxtəlif iddialar səslənir. Xüsusilə onun komandasında olan insanlar bugün gündəmdədir. Onlardan biri də tanınmış iş adamı, Şərur MTK-nın sahibi Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovdur. Şərurlu İsfəndiyarın da Ramiz Mehdiyevə yaxın olduğu iddia olunur. Bununla bağlı onunla əlaqə saxladıq. Nə sənin, nə mənim haqqımız var danışmağa, siyasətlər var, dövlət var, məhkəmə var. Yəni kim kim çəkir, kim bilsən bir şov proqramıdır sanki elə, hədə filandır. Kaş elə olaydı, mən də şəhərdə bir ev tikərdim, mənim başıma işlər gəlməyərdi. Yəni şəhərdə kömək gəldi bir ev tikərdim. Kaş olaydı. Yəni heç vaxt əlaqəniz olmayıb hə ondan? Olsaydı pis olmazdı. İstəyərdim olaydı. Mən də şəhər mərkəzində 2-dən 5 gün tikərdim. Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.